Hörmətli tədbir iştirakçıları, dəyərli sahibkarlar, hər birinizi mən KOBİ adından salamlayıram və bugünkü tədbirdə iştirak üçün hər bir dostlarımıza təşəkkür edirəm. Artıq Böyük Qələbənin 5 ili tamam oldu. Azərbaycan 2020-ci ilin 44 günü ərzində dünyaya nümayiş etdirdiyi uğurlu fəaliyyəti bugün də işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında da uğurla davam etdirir. Eyni zamanda paralel olaraq şəhid ailələrinin və qazilərimizin sosial təminatının ən yüksək səviyyədə həyata keçirilir və bütün mexanizmlərlə onlara dəstək verilir. Hazırda keçirilən bugünkü tədbirimizin mahiyyəti də məhz möhtərəm prezidentimizin və dövlətimizin bu uğurlu fəaliyyətinə tərəfdaşlarımızla da birgə məhz Qarabağ KOBları adlandırılan bu proqram çərçivəsində fəaliyyət göstərən sahibkarlarımıza dəstək və əlbəttə ki, ən əsası da mandatımız çərçivəsində öz töhfəsini verməkdir. Qarabağ KOBları adlandıran bu proqram yalnız konkret deyək, Qarabağda fəaliyyət göstərən KOBlara deyil, bütün ölkəmizi əhatə edən bir proqram kimi icra olunur və bu proqramın iştirakçıları vətən müharibəsində bizə zəfər qazandıran, torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmiş vətən övladlarımız olacaqdır. Ona görə də bu zəfər savaşında canlı qurban verən şəhidlərimizdən Allahdan rəhmət diləyirəm, qazilərimizə isə can sağlığı arzu edirəm. Artıq 5 ildir ki, Azərbaycan dövlətinin hərbi əməliyyatlardan zərər çəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hər tərəfli dövlətimiz qayğısını göstərir və bu qayğı da Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyevin sosial siyasətinin əsas belə deyək istiqamətlərdən biridir. Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı ilə yanaşılır. Onların sosial həyatının daha da yaxşılaşdırılması məqsədi ilə ölkə rəhbərliyi tərəfindən müxtəlif yönümlü qərarlar verilir. Onlara yönəlik müxtəlif sosial dəstək proqramları icra olunur. Biz də Kiçik Orta Biznes İnkişaf Agentliyi olaraq müxtəlif layihə və təşəbbüslərlə bu proseslərdə yaxından iştirak etməyə çalışırıq. Qarabağ KOBları proqramı bizim bu istiqamətdə tərəfdaşlarımızla birgə icra etdiyimiz növbəti layihədir. Bu proqramı icra etməkdə bizim əsas məqsədimiz şəhid ailələri və müharibə iştirakçısı olmuş şəxslərin özləri, eləcə də ailə üzvlərinin maddi sosial rifahının yaxşılaşdırılması və yaşadıqları yerlərdə iş yerlərinin artırılmasına dəstək olmaqdır. Və qeyd edim ki, Qarabağ KOBları layihəsi 2023-cü ildən həyata keçirilir. Bu müddət ərzində həmin proqram Bakı, Abşeron, Sumqayıt, Şamaxı, İsmayıllı, Mingəçevir, Zaqatala, Gəncə, Bərdə, Goranboy, Şuşa, Xocalı, Füzuli, Laçın, Zəngilan rayonlarını ümumilikdə həmən rayonlardan 220-yə yaxın KOB subyekti cəlb edilmişdir. Və cəlb edilən bu subyektlər üçün müxtəlif peşə və biznes təlimləri həyata keçirilmişdir. İştirakçılar fəaliyyət sahələri üzrə praktiki və nəzəri biliklər almışdır və təlimə təxmini 100-ə yaxın nəfər cəlb olunmuşdur. Şəhid ailələri və qazilərin sosial rifahının yaxşılaşdırılmasına yönələn bu təşəbbüsdə iştirakçılara maliyyə dəstəyi verilir, biznes planların hazırlanması, marketinq və sosial media marketinq kimi mövzularda təlimlər həyata keçirilir.
Bununla yanaşı da iştirakçılar müxtəlif peşə sahələrində, o cümlədən gözəllik, dülgərlik, qənadi məlumatları və dərzilik kurslarına cəlb olunmuş, təlimləri tamamlayanlara isə müxtəlif sertifikatlar verilmişdir. Proqram çərçivəsində həmçinin iştirakçılara öz bizneslərini qurmaq üçün zəruri avadanlıqlar təqdim edilmişdir və onlar peşə təlimləri keçirmişlər. Ümumiyyətlə, hələ Vətən müharibəsindən əvvəlki dönəmdə KOBİA tərəfindən sosial cəhətdən həssas qruplara yönəlmiş müxtəlif növ dəstək layihələri həyata keçirilmişdir və onlarla müxtəlif işlər görülmüşdür. Misal olaraq, KOBİA və Dövlət Məşğulluq Agentliyi ilə birgə biz Şəmkir, Qazax, Tovuz, Salyan rayonları üzrə Vətən müharibəsi veteranı və şəhid ailəsi üzvləri üçün kiçik heyvandarlıq təsərrüfatları yaratmışdıq. Kəndlərə heyvandarlıq sayəsində ailə biznesinin və özünü məşğulluğun inkişafı adlı həmin layihə sosial cəhətdən həssas qrupdan olan vətəndaşlar üçün kiçik təsərrüfatların yaradılmasına xidmət edir. Bundan əlavə, KOBİA yenə də Dövlət Məşğulluq Agentliyi ilə birgə həyata keçirilən səyyar kofe evləri layihəsi çərçivəsində biz Bakıda və Abşeron rayonu üzrə çalışmaq istəyən 35 yaşadək 20 nəfərə işsiz yəni şəxsə səhər kofe satışı üçün şərait yaradılmışdır və onlar kiçik bizneslərini qurmaq üçün lazımı avadanlıqlarla təmin olmuşlar və uğurla biznes fəaliyyətinə başlamışlar və onu davam etdirirlər. Eyni zamanda KOBİA Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin işlə təmin edilməsinə dəstək məqsədi ilə başladılmış məşğulluq marafonu keçirilmişdir. Sahibkarlıq subyektlərinin də bu xeyirxah təşəbbüsdə iştirak etməsi üçün biz çağırış etmişdik və bu marafon çərçivəsində KOBİA'nın çağırışına qoşulan 200-ə yaxın sahibkarlıq subyekti iştirak etdi və onlar tərəfindən, həmin sahibkarlıq subyektləri tərəfindən 345 vakant iş yeri çıxarılmışdı və nəticədə 40-dan çox sahibkarlıq subyekti tərəfindən 80-dən çox insana iş yeri verilmişdir. Eyni zamanda 6 Vətən müharibəsi iştirakçısı da KOBİA'da işlə təmin olunmuşdur. Biz həyata keçirdiyimiz digər xarakterli layihələrdə belə sosial cəhətdən həssas insanları və böyük Vətən müharibəsi zamanı zərər çəkmiş ərazilərimizi də xüsusi diqqət mərkəzində saxlayırıq. KOBİA bugün olduğu kimi qarşıdakı dönəmdə də əlbəttə ki, şəhid və qazi ailələrindən olan şəxslərin məhsullarının sərgi, istər yerli və beynəlxalq yarmarka və festivallarda ödənişsiz iştirakını təmin edəcəkdir və onların məhsullarının tanıdılmasına və satışına hər cür dəstək göstərəcəkdir. Qarabağ Kobları proqramı növbəti ildə də davam edəcəkdir. Daha çox şəhid ailəsi və qazilərimizə dəstək verilməsi təmin olunacaqdır. KOBİA və tərəfdaşları bu proqram vasitəsilə özəl sektora əlavə iş imkanları yaradaraq Qarabağın iqtisadi inkişafını dəstəkləməyə davam edəcəkdir. Ümumilikdə mən bu proqram çərçivəsində iştirak edən hər bir tərəfdaşımıza təşəkkür edirəm və xüsusi təşəkkürümüz KOBİA'nın və bizim tərəfdaşlarımızın Paşa Holdinqədir ki, bu proqramın əsas maliyyə təminatçısı kimi çıxış etmişdir. Biz onlara təşəkkür edirik və əminik ki, ümid edirik ki, bu dəstək bundan sonra da davam edəcəkdir. Hər birinizə təşəkkür edirəm və əminəm ki, bu proqramın davamı da xeyirli, bərəkətli olacaqdır. Çox sağ olun.